Sevə-sevə alıb yediyimiz bu vaflini mən tosterda hazırlayıram. Hazırlanması da çox sadədir. 2 porsiyanın reseptini paylaşıram sizlərlə. 4 ədəd yumurtanın üzərinə 1 dolu stakan şəkər tozu əlavə edib tam köpüklənənə qədər mikserdən keçirirəm. Onun da üzərinə 2 dolu stakan süd və 2 armudu stakanda qarğıdalı yağı əlavə edirəm. Vanil də əlavə edib yenə mikserdən keçirirəm. Daha sonra isə üzərinə 3 dolu stakan un və 1 paçka qabartma tozu da əlavə edib mikserdən keçirirəm. Mikserdən yaxşı keçirmək lazımdır ki, un qabarcıq şəkildə qalmasın. Və daha sonra isə tosteru qızdırıram. Tosteru videoda gördüyünüz kimi yağlayıram və üzərinə bir çömçə, belə deyək, hazırladığım xəmiri əlavə edib tosteru bağlayıram. 30-40 saniyə bişirirəm. Daha sonra isə digər tərəfini çevirib bişirirəm. Yenə tosteru bağlamaq lazımdır. Yəni 1 dəqiqədən artıq saxlamaq lazım deyil. Çünki xəmir tez yana bilər və isti şəkildə bükmək lazımdır. Amma isti bükdükdə hələ içərisini doldurmuruq. Çünki isti şəkildə bükməsəniz sonra bükmək çətin olacaq və hamısı bu şəkildə hazır olduqdan sonra isə qatlaşdırılmış südü belə bir salafana əlavə edirəm və içərilərini videoda göründüyü şəkildə doldururam. Çox ləzzətli alınır və uşaqlar da bunun dadını çox sevir. Sizlər də evdə hazırlayıb nuş edin, dadını çox bəyənəcəksiniz.